Desinlər ki, mən buradayam və mən hiss eləyirəm sənə necə çətindir. Sadəcə bu. Amma biz istəyirik ki, daxilimizdəki ağrını görsünlər. Qınamasınlar, duysunlar, ağıl öyrətməsinlər. Cəmiyyətdə qadınlarımız hər zaman dözmək. Sən dözməlisən, ayıbdır, ailəlisən, ailəni dağıtma və bu qadın dözdükcə onun ruhunda nələr baş verir? Şiddəti göstərən kişiyə biz deyirik ki, davam elə, olar. Bir yaşıl işıq. Şiddət alan qadına və uşaqlara deyirik ki, dözün. Ailə belə olar. Və o dözən qadında başqa yeni rollar başlayır götürməyə ki, mən fədakaram, mən özümü uşaqlarım üçün qurban verirəm. Qadınlar hər zaman deyir ki, mən güclü qadınam. Və güclü ifadəsi zamanla da deyilir ki, qadın kişiləşibdir. Qadının necə edə bilər ki, yumuşaq və öz gücünü tapsınlar. Kişi həm qadına ev işində də dəstək olmalıdır. Kişi dəstək olmalıdır deməkdənsə, kişi yaşadığı evin və ailənin öhdəliklərinin bir hissəsini götürməlidir. Bunun üçün də valideynin məktəb və yaxud universitet bitirməsinə ehtiyac yoxdur. Çünki sevgini kitablardan öyrənmirik. Sevgi qəlbimizdən gəlir. Hər vaxtınız xeyir olsun. Bugün biz növbəti podkastımızın çəkilişini edirik. Bu günlərin bizimlə müstəqil araşdırmacı Əfsanə Tahirovadır. Əfsanə xanım, buyurun, xoş gəlmisiniz. Xoş gördük. Çox xoş oldu sizi görmək. Mən bilirəm ki, səhv etmirəmsə ilk podkastda çıxırsınız siz. Podkast layihəsində ilk çəkiliş edirsiniz və bu günlərin bizimlə bir yerdə olduğunuza görə mən sizə təşəkkür edirəm. Necə hiss edirsiniz? Yaxşıyam. Bura bizim öz evimiz kimidir. Yaxşıyam, rahat. Bu günlərim çox gözəl suallar hazırlamışıq və mənim üçün də çox maraqlıdır. Bizim yaşadığımız travmalar, nəsildən nəsilə ötürülən travmalar, bunları aydınlaşdırmaq üçün və özüm üçün də çox maraqlıdır ki, nələrsə oradan götürəcəm, nələrsə öyrənəcəm sizin sayənizdə. Bəzən biz öz həyatımızda yaşadığımız çətinliklərin kökünü dərk etmirik. Bu bizim nəsillərdən bizə keçən çətinliklərdirmi? Və sizcə biz burada necə özümüzdə bu çətinlikləri necə araşdırmalıyıq, nələrsə həll etməliyik? Yəni çətinliklərin kökünü dərk etmirik. Mən dərk etmirik sözünü əvəzləyərdim və deyərdim ki, bastırırıq. Bastırırıq çünki çətindir üzləşmək. Əgər üzləşməyə başlayarsaq, orada çoxlu çətin duyğular gələcək. Ona görə biz üz çevirməyi seçirik. Bunun özü bir prosesdir. Yəni biz bacarmırıq, biliksizlik, dərk eləmədik, anlamırıq deyil. Bu özü bir prosesdir. Yəni bu sinir sisteminin, bədənin, beynin bir prosesidir ki, o bizi uzaq tutur oradan və bizi qorunmağa çalışır. Çünki üzləşərsək çətin olacaq. Amma üzləşməzsək də sağalmayacaq. Üzləşmək yaxşıdır. Üzləşmək lazımdır. Yaxşıdır, yox lazımdır. Amma üzləşə bilmək üçün resurslu olmaq lazımdır. Onu bacarmalıyıq üzləşmək. Bacarmaq, orada amma resurs olmalıdır da. Həm özümüzün daxili resurslarımız yavaş-yavaş yaranmalıdır, həm də ətrafdan dəstək resurslarımız olmalıdır. Bəli. Məsələn, mənim özümdə də olubdu, Əfsanə xanım, mənim də uşaqlıqdan gəlmə travmalarım olubdu. Məsələn, mənim üçün uşaqlıqda böyüyəndə, o nəsildən nəsilə biz danışırıq, hər zaman düz otur, qadınsan, oturuşuna fikir ver, danışığına fikir ver və bu yüklə böyümüşəm. Böyüdüyüm zaman da bir cəmiyyətə çıxanda hər zaman o uşaqlıqdan, yeniyetmə dövründən aldığım, eşitdiyim o sözlərlə böyümüşəm. Düz oturum, mən qadınam, oturuşumu bilim, duruşumu bilim və hal-hazırda da o çərçivə ilə deməzdim çıxmışam o çərçivədən, hal-hazırda o çərçivə ilə yaşayıram. Bunlar mənim üçün, mənim çox maraqlıdır özümü bilgilənmək üçün, bunlar mənim üçün o deyirik kökdən dəyişmə, bunların dəyişməyi bilmək istəyirəm ki, mən gülər olaraq bunu necə dəyişə bilərəm, necə formalaşdıra bilərəm? Onda birinci o uşaq hissəyə baxaq. Yəni uşağın əsas ehtiyacı sevilməkdir və qəbul edilməkdir. Və onun doğulduğu mühitdə bu qaydalar varsa, o uyğunlaşacaq. Çünki əsas ehtiyacı qəbul edilməkdir. Sonra çıxandan sonra biz onları daşıyırıq da özümüzlə. Amma yəni o artıq bizim daxili iç səsimizə çevrilir. O bizə deyilmiş o səslər içsəlləşir, iç səsimizə çevrilir. Sonra özümüzə deməyə başlayırıq. Və bunları necə dəyişdirmək? İndi bu özü belə, yəni neçə saatlıq bir əslində söhbətdir. Yəni
Ümumiyyətlə travmadan söhbət gedirsə, travma mövzusu ümumiyyətlə saatlarla danışmaq olar. Kitablar üzərinə yazılır, araşdırma üzərinə edilir. Ona görə belə qısa, yəni onu demək istəyirəm ki, qısa danışırıq, amma bu çox dərin və çox geniş mövzudur. Amma ayırmaq istəyirəm. Travma nədir, stress nədir? Travma odur ki, biz çətin prosesdən, bizim üçün çətin olan prosesdən keçirik və o prosesi həzm edə bilmirik. O proses sinir sistemimiz onu emal edə bilmir, həzm edə bilmir. Orada qalırıq, ilişib qalırıq. Bədənimiz donur. Dona bilir, qopa bilirik bədənimizdən, bastıra bilirik. Bəzən olur ki, xatirəsi belə yoxdur. Bəzən olur ki, məsələn, insanlarla işləyəndə, fərdi olaraq terapiyada işləyəndə xatirə belə yoxdur. Yavaş-yavaş silinməyib, bastırılıbdır. O yavaş-yavaş başlayır açılmağa. Amma onun açılması üçün də resurs vermək lazımdır. Yəni o insanla orada olursan, onu duymağa başlayırsan, onun yanında olduqca, o hiss elədikcə ki, söykənə bilir artıq tək deyil. O söykənə bildikcə başlayır resurslar özündə də yaranmağa, özünü dəstəkləməyə öyrənir. O özünü dəstəklədikcə başlayır mövzular açılmağa. Başlayır xatirələr geri gəlməyə, duyğular başlayır bədən göstərməyə. Qəzəbi göstərir, kədəri göstərir. Tutulmamış bir yas olur onu. Başlayır insan yaşamağa, sevgini göstərir, xoşbəxtliyi göstərir. Çünki biz çox travmalı olanda, özəlliklə kompleks travmalı olanda biz xoşbəxtliyi də yaşaya bilmirik. Bədənimiz çünki sağ qalma modundadır. Bəli. Xoşbəxtlik ona qorxulu gəlir ki, sevinərsən pis şey olacaq. Ona görə belə sıxın, belə qalın. Sağ qalın. Onun açılması belə bir prosesdir və dəstək lazımdır. Və bu dəstək peşəkar dəstəkdir, bu dəstək doğmalarımızın dəstəyidir, sevdiklərimizin dəstəyidir. Yəni bizi eşitmək və duymaq. Tək olmadığımızı və tək olmadığımız sadəcə, yəni fiziki olaraq tək deyilik onsuz da. Heç birimiz demək olar ki də, heç birimiz tək deyilik. Hamımızın ətrafında nə qədər insan var. Amma biz istəyirik ki, daxilimizdəki ağrını görsünlər. Qınamasınlar, duysunlar. Ağıl öyrətməsinlər. Deməsinlər, bunu etməliydin ki, bu sənin başına gəlməsin. Deməsinlər ki, güclü ol, bundan keçəcəksən. Deməsinlər ki, boş ver, hər şey yaxşı olacaq, daha böyük fəlakətlər var dünyada. Desinlər ki, mən buradayam və mən hiss eləyirəm sənə necə çətindir. Sadəcə bu. Şahid olsunlar. Yaşadığımıza şahid olsunlar və bu şahidlikdə mən yavaş-yavaş özümü başlayıram ayağa qaldırmağa. Çünki duyuluram. Başqa bir insan tərəfindən duyulduqca özümü duymaqda rahatlıq hiss eləyirəm. Artıq utanmıram. Başıma gələnlərdən, qorxmuram duyğularımdan, yaşadıqlarımızdan. Əfsanə xanım, bir insan bir hadisələ üzləşəndə, o hadisəni 6 ay bunu gizlədəndə, ayaqda sağ qalmaq üçün mübarizə aparmağa çalışır ki, mən bunu öz başıma həll edəcəyəm. Amma o bir də hiss edir ki, görür ki, öz bədənində artıq nələrsə düzgün getmir. Ya saçı tökülür, ya müəyyən bir çəki alır və yaxud da çəki verir və yaxud da qida ilə bağlı problemlər olur. Həzm prosesində başlayır problemlər. Ya çox yeyir, ya yeyə bilmir, çoxlu fəsadlar olur. Və o zaman bu 6 ay müddət, 6 ay olsun, 1 il olsun yaşadığı travmanı özündə gizlədəndə, ondan sonraki etapda necə şəfalanmalıdır o insan? Eyni prosesdir onsuz da. İstənilən vaxtı başlamaq yaxşıdır, amma əgər bastırıbdırsa da o qədər uzun müddət, bəzən illərlə insanlar bastırır və danışmırlar. Bu prosesə də hörmət eləmək lazımdır. Deməkdir ki, resurs olmayıb, deməkdir ki, çox qorxub, deməkdir ki, özünü çox qınayıb, açıla bilməyibdir. O prosesə hörmətlə və sevgi ilə yanaşmaq lazımdır. Heç vaxt demək olmaz insana ki, bu qədər çətin idi, vaxtında deyərdin. Heç vaxt demək olmaz, niyə bu qədər gözləmirsən? Gözlədin, günah sənindir. Günah sənindir, bu qədər gözləməzdin. Və mən onu çox eşitmişəm, görmüşəm, yaşamışam da ki, günah sənindir. Zamanında deyərdin. Amma o anda insan onu zamanında, qadın olsun, kişi olsun, zamanında deyə bilmir. Yəni o anda nə baş verirdi ki, deyə bilmədin. O prosesə qayğı göstərmək vacibdir. Özün qurban verir. Ya orada öz ailəsinə görə, ya övladlarına görə, ya... İndi qurban verir ümumi bir cümlədir də, belə daha abstrakt cümlədir. Mənə travmalarla işləyən mütəxəssis olaraq vacibdir. Nə hiss eləyirdin? Nə baş verirdi? Nədən qorxurdun?
Nədən utanırdın ki, deyə bilmirdin? Nə idi? Ən çox nə ağır gəlirdi? Budur. Əfsanə xanım, cəmiyyətdə qadınlarımız hər zaman dözmək. Sən dözməlisən, ayıbdır, ailəlisən, ailəni dağıtma və bu qadın dözdükcə onun ruhunda nələr baş verir? Birincisi onu aydınlaşdıraq ki, dözməyini tələb ediriksə, deməli şiddət var. Düzdür? Bunu demək istəyirsiniz də. Münasibətdə, ailənin içində şiddət var, zorakılıq var. Və biz qadına deyirik ki, sən döz. Və burada o bayaq danışırdıq, ağrı və şahidlik. Burada ən dərin yara o olur ki, o ağrı şahidlik görmür. Biz döz deyəndə əslində deyirik ki, qadına sənin ağrın o qədər də dəyərli deyil. Sənin rolun daha vacibdir. Nəinki sənin ağrın. Sənin xoşbəxtliyin, sənin xəyalların, sənin arzuların o qədər də dəyərli deyillər. Amma sənin bir yoldaş olaraq və bir ana olaraq rolun daha vacibdir. Və biz onda o ağrını bastırırıq, görməzdən gəlirik, inkar eləyirik. Və o inkarın içində qadın özü öz ağrısını inkar eləməyə başlayır. Orada ümumiyyətlə biz şiddət və zorakılıq varsa və biz döz deyiriksə, orada çox qeyri-sağlam proseslər baş alıb gedir. Yəni orada şiddəti göstərən kişiyə biz deyirik ki, davam elə, olar. Bir yaşıl işıq. Şiddət alan qadına və uşaqlara deyirik ki, dözün. Ailə belə olar. Və o dözən qadında başqa yeni rollar başlayır götürməyə ki, mən fədakaram, mən özümü uşaqlarım üçün qurban verirəm. Amma burada uşaqlar üçün də çox bərbad bir şey baş verir. Çünki ana xoşbəxt deyil. Ana ağrı içindədir. Hiss edir. Uşaq zaten hər şey çox gözəl hiss edir. Ağrı içindədir və ağrı içində olan ana ilə böyüyür uşaq. Və o da bir rol götürür üstünə ki, anamı xoşbəxt etməliyəm. Anamın xəyallarını yerinə yetirməliyəm ki, mən bircə o xoşbəxt olsun. O da öz yolundan çıxır. Ya, oy. Və burada kişi də xoşbəxt deyil. Və o qeyri-sağlam dinamikanın başqa bir hissəsi zorakılıq edən kişi də xoşbəxt deyil. Ümumiyyətlə, xoşbəxt insan zorakılıq etməz. Orada da qeyri-sağlam çox şey baş verir ki, nəticəsi bu olur və bir qopuqluq başlayır yaranmağa. Uşaqlar atadan emosional qopurlar, anaya çox bağlanırlar, onu xilas etməyə çalışırlar, onu qorumağa çalışırlar. Amma nəticədə atadan da çox uzaqlaşa bilmirlər, çünki ən doğma insanlarından biridir və bu qeyri-sağlam dinamikanın içində bir neçə nəfər ömür boyu yaşayır və biz də kənardan baxırıq, deyirik, bircə ailə dağılmasın və içəridə baş verənlərə heç birimiz baxmırıq. Qadın həqiqətən elədir. Qadın hər şeyi bacaracaq, qadın güclüdür. Qadın istəsə ailəsini dağıtmaz. Yəni biz bu eşdə keçirik. Yəni illərlə keçirik. Mən uşaqlığımdan da xatırlayıram, indiki zamanədə də, indiki dövrdə də qadın istəsə ailəsini dağıtmaz. Və bu ailə sözünü çox çirkləndirir. Həqiqətən. Yəni ailə nədir? O deyil ki, iki insan evləndi, onların uşağı oldu və bu strukturu biz yaratdıq, o ailə oldu. İçəridə nə baş verir? Heç birimizə aidiyyəti yoxdur, ailə məsələsidir. Ailə sözünü çirkləndirir şiddət. Şiddəti normallaşdırırıq. Amma ailə necə bir yer olmalıdır? Bunu yenidən təyin etməliyik. Çünki ailə olmalıdır güvən yeri, ailə olmalıdır sevgi yeri, ailə olmalıdır qayğı yeri. Ailədə şiddət sıfır olmalıdır. Bəli, sevgi olmalıdır. Yəni 5%, 10% ola bilər, 20%, 50% ola bilər, yola verir. Yox, ailədə şiddət sıfır. Münaqişə ola bilər, bir-birimizlə razılaşmaya bilərik, mübahisə ola bilər, bir-birimizə etiraz edə bilərik. Bunlar hamısı normaldır və hər münaqişə sevginin dərinləşməsi üçün bir şansdır əslində. Sən məni daha yaxşı tanıyırsan, mən səni daha yaxşı tanıyıram. Etapları keçir. Uşaqlar baxır, öyrənir necə sağlam şəkildə mübahisə eləmək olar. Necə başqasının fikri ilə razılaşmayıb onu hələ də sevmək olar. Bunu baxıb öyrənirlər. Amma şiddət varsa artıq sevgidən söhbət gedə bilməz. Şiddət varsa ailəni dağıtma deyib ora məhkum eləyə bilmərik.
Qadın dözməlidir. Çünki övlad da görür, vurğuladığınız kimi və bu nədir? Bu eyni uşaq da böyüyür. Həmin bir evdə qız uşağı bunu görürsə anasından böyüyür. Sabah özü ailə həyatı quranda, onu da görəndə o artıq onu aydın qarşılayır. Çünki anası dözüb axı. Eyni qız uşağı da onu dözür ki, yəni mənim anam dözübdür, mən də dözməliyəm. Amma bu normal bir sağlam ailə deyil. Və oğlan uşağı da gələcəkdə zorakılıq etmə ehtimalı onun da yüksəlir öz qadınına qarşı. Qız uşağının zorakılığa dözmə ehtimalı başlayır yüksəlməyə öz yoldaşından. Eyni budur Əfsanə xanım, bu nəsildən nəsilə keçən, yəni bunlar da bunun təməlidir, düzdür? Əlbəttə ki, əlbəttə ki. İstənilən davranış hansı ki incidir. Ancaq biz deyirik ki, belə olmalıdır. Çünki bu ailədə olur və yaxud da bizdə belədir və yaxud da bu zəmanə bunu tələb edir. Hansı cümlə ilə onu bəzəyiriksə, bəzəyik, fərqi yoxdur. İncidən davranışı normallaşdırırıqsa, onun fəsadları çox böyük və dərin olur və biz nəsilləri incidirik və yaralayırıq və yola salırıq həyata. Və o nəsildən nəsilə bu yaralar ötürülür, ta ki kimsə deyənə kimi ki, Stop. Belə olmaz. Bu normal deyil. Bu normal deyil. Ailə belə olmamalıdır, münasibət belə olmamalıdır, dostluq belə olmamalıdır. Həqiqətən. Əfsanə xanım, qadınlar vurğuladığımız kimi dözürlər və ailədə var olmağa çalışırlar. Məsələn, qadınlar utanırlar. Ailəni dağıtmamağa görə, ailəni var etmək üçün çox əziyyətlər çəkirlər. Və nəyi məsləhət edərdiniz? Həmin qadınlar ilk şəfa kimi nəyi tövsiyə edərdiniz? Hardan şəfaya başlasınlar? Çünki bizim qadınlarımızın çox ehtiyacı var. Ümumiyyətlə onu birinci deyək ki, təkcə zorakılığa məruz qalan şəxsin məsuliyyəti deyil dəyişmək. Bu bütün elə bil ki, o ailə sisteminin və icmanın və cəmiyyətin məsuliyyətidir ki, biz o normalları başlayırıq anormallaşdırmağa ki, şiddət normal deyil. Zorakılığın olduğu yerdə qadın ayrılmaq istəyirsə, biz başa düşməliyik ki, o qadını güvəndə olmağa ehtiyacı var. O ailə dağıtmır. Yəni sanki əlinə bir çəkici alır və başlayır dağıtmağa. Dağıtmır. O özünü və uşaqlarını xilas etməlidir, güvənə almalıdır. Və ailəni dağıdan əslində zorakılıq edən kişidir. Ona yönəlməlidir artıq məsuliyyət ki, sən ailəni dağıdırsan, fərqində ol. Sən dəyişməlisən. Bu cür davranışların yanında yaşanmamalıdır. Uşaqlar bu cür davranışların altında böyüməməlidir. Bir qadın həyatını bu cür davranışların yanında keçirməməlidir. Bu çox dağıdıcıdır. Ora yönəlməlidir. Ailəni zorakılıq edən dağıdır. Qadın özünü güvənə alır, uşaqlarını güvənə alır və sağalmağa çalışır. Bu dəyişməlidir. Və necə etməlidir qadın bunu əgər zorakılıqda yaşayırsa? Orada indi bu suala da cavab verək də bunun içində. Niyə getmir? Belə də var. Niyə dözür? Bu qədər pis idisə dözməz idi, gedərdi, gedərdi. Burada səbəblər çox olur. Maliyyə asılılığı ola bilər. Gedəcək yeri yoxdur. Gedəndən sonra özünü təmin edə bilmir. Ola bilər təhsilini heç bitirməyə icazə verilməyib, ola bilər heç vaxt işləməyə icazə verilməyib və ona çox çətindir indi özünü təmin edə bilməyi öyrənmək. Orada dəstək lazımdır. Mütləq. Kənar dəstək mütləq lazımdır. Sosial mədəni ola bilər səbəblər ki, ailəsi qəbul etmir. Qınayır, utandırır, günahlandırır. İcması, cəmiyyət qınayır. Boşanmış qadın stigması var. Ondan qorxur, onu götürməkdən qorxur. Bu şeylərdən qorxur. Bir də var psixoloji tərəfi bunun. Travma bağlılığı. Ola bilər ki, həm də psixoloji olaraq asılılıq var qadında. Həmin həyat yoldaşı. Həmin həyat, o münasibətdən. Bəli, münasibət. O münasibətdən və öz həyat yoldaşından psixoloji, əslində qarşılıqlı olur da bu asılılıq. Qarşılıqlı olur və qarşı tərəf ikisi də bir-birindən asılı olurlar və zorakılıq var və qadın gedə bilmir, çünki çıxa bilmir. Məsələn deyir ki, mən təsəvvür eləmirəm onsuz həyatı, bəzən belə deyirlər. Mən onsuz yaşaya bilməyəcəm deyirlər. Elə bil ki, yapışıb o münasibət ona. Buna biz travma bağlılığı deyirik. Və bunun da kökündə o dayanır ki, güman ki,
özü zorakılıqda böyümüş bir qız uşağı olubdu. O da nəsillərdən O da ötürülübdü. Onun üçün bu normadır və davamlı özünü günahkar hiss edir ki, bircə mən özümü yaxşı aparsam, o dəyişəcək. O da mənə bunu eləməyəcək. Mən onun xəssiyyətini bilirəm. Mən bu sözü deməsəydim dava düşməyəcəkdi. Həqiqətən. Hə. Mən bu cür davranmasaydım, o əsəbləşməyəcəkdi. Mən yüksək tonda danışmayım, Yüksək aşağı tonda danışmasaydım, danışım. onun mən dediyi xanım söz kimi olum. Hə. Həqiqətən. Yumşaq olsam, yumşaq mənim ailəm xoşbəxt olacaq. Məndədir problem. Və qadınlar başlayırlar öz üzərində bunu araşdırmağa, amma yekunda olmur. Olmur. Çünki bu normallaşıb ki, o əsəbidir və ona olar. Yox, bu normal deyil. Sevdiyin insandan əsəbi danışa bilmə. Qəzəblənə bilərsən, onu sağlam şəkildə ifadə edə bilərsən, amma o insana zorakılıq edə bilməzsən. Zorakılıq varsa, artıq qeyri-sağlam bir dinamika var. Oradan uzaqlaşmaq lazımdır. Və sən özünü yumşaldıb yox edə bilərsən. Zorakılıq yenə olacaq. Amma nəticədə sən yumşalacaqsan, balacalaşacaqsan və birazdan yoxa çıxacaqsan və ruh kimi gəzəcəksən evdə. Həqiqətən. Və övlad da bunu görür. Övlad da görəcək. Danışdığımız kimi və ananın gözündən hər şey görünür. O qadın necə evin dirəyidir deyilir. Yəni hər şey həqiqətən elədir. Ümumiyyətlə valideynlərin uşaqlarına miras ötürə biləcəyi ən yaxşı şey xoşbəxt ola bilmələridir. Nə gözəl. Özlərini, öz sinir sistemlərini tənzimləyə bilmələridir. Konfliktlərdən çıxa bilmələridir. Sevgini ifadə edə bilmələri. Bu ən yaxşı mirasdır. Çünki bəzən olur övladlarımız deyir bizə, mən bunu yaşamışam özümdə və bəzən olub da stressli olan zaman mənə deyirlər ki, mama sən bu gün gülmürsən, əsəbisən, çünki uşaq bunu hiss edir. Amma daha çox mən xoşbəxt olanda evdə övladlarım da çox xoşbəxt olur həqiqətən. Çünki hər şey hiss edirlər övlad. Əlbəttə. Yəni ananın xoşbəxt olduğunda, ananın gülüşündə, Atanın da. hər bir şey. Eynən ata da, həqiqətən. Amma əsəbi də ola bilərsən. Belə bir dünya da yoxdur ki, valideyn heç vaxt qəzəblənməsin, uşaq görməlidir. Qəzəb necə sağlam şəkildə ifadə olunur. Görməlidir valideynlər bəzən mübahisə edir, bir-birindən razılaşmır, amma təməldə yenə onlar bir-birini sevir. Uşaq bunu hiss etməlidir ki, bir-birindən qopmadılar. Sadəcə bir-birindən razılaşmadılar. Nəyisə həll etməyə çalışırlar. Uşağın nəyisə mübahisə edirlər. Uşaq da valideynləri ilə mübahisə edə bilməlidir. Uşağın birinci mübahisəni öyrəndiyi yer, məkan onun valideynləri ilə münasibətləridir. Buna izin verməliyik. İcazə verilməlidir. Əlbəttə stresi görməlidir uşaq ki, stres var. Valideynim stressdədir və onu necə idarə edir? Uşaq baxır, öyrənir. Uşaq o bədənsəl olaraq hiss eləyir, öyrənir. Sadəcə sözlərlə deyil bu. Bizim həqiqətən bədənimizdə hər şey hiss edir. Yəni əgər biz uşağa bağırırıqsa əsəbləşəndə və uşaq əsəbləşəndə bizə geri bağırır, biz necə buna etiraz eləyə bilərik ki, sən hörmət eləmirsən öz valideyninə? Sən hörmət elədinmi uşağına? İncitməyərək ifadə eləyə bildinmi öz narahatlığını onunla bağlı? İfadə eləyə bilmədinsə, o da həmin şeyi qaytaracaq, çünki onu içsəlləşdirdi, o davranışı öyrəndi. Və sən onun qarşısını ala bilərsən, onu qorxudub sustura bilərsən, amma başqalarını onu edəcək. Cəmiyyətdə qadın danışmasa yaxşıdır, ağır otur, batman gəl. Bu kimi ifadələr hər zaman var olub. Hal-hazırda da davam edir. Və qadın da qadınlar hər zaman deyir ki, mən güclü qadınam. Və güclü ifadəsi zamanla da deyilir ki, qadın kişiləşibdir. Qadını necə edə bilər ki, yumuşaq və öz gücünü tapsınlar? Okay, sualın içində o qədər fərqli şeylər var ki, yollar var ki, oradan gedə bilərik. Hansıyla girəcəyimi fikirləşirəm. Birincisi, sən mənə de güc deyəndə nə nəzərdə tutursan? Güclüyəm, qadın olaraq dedim, məsələn. Qadın deyir ki, mən güclüyəm. Güc nədir? Əfsanə xanım, mən özüm hər zaman son illər o sualı özümə çox verirəm ki, mən güclü qadınam. Amma özümə ilk gələn cavab, mən güclü qadın deyiləm. Mən zərif, incə qadınam. Nədir güc ki, sən ondan kənarlaşdırdın özünü, onu başa düşməyə çalışıram. Onu necə eyni şey, mən də güc deyəndə kişiləşmiş kimi özümü hiss edirəm ki, mən güclü olsam, bir qadın kimi zərif olmayacağam, mən də kişiləşmiş kimi olacağam. Onun üçün mənim üçün də maraqlıdır ki, necə edə bilərək ki, qadın həm zərifliyini saxlasın, həm də öz gücünü hiss etsin. Yumuşaq formada daha zərif və daha gücün fərqinə varsın. Okay, mən suala cavab almıram ha burada. Çünki güc nədir? Okay, belə mənədir. Sən hansı duyğuları keçirəndə və yaxud da hansı situasiyalarda özünü kişiləşmiş
hiss eləməyə başlayırsan. Sanki zərifliyin yoxa çıxır. Hər şeyin öhdəçiliyi mən idarə edəndə, Aha. bu maddi və mənəvi olsa, bu ailəni idarə etməyi, bunu öhdəçiliyi Gülərin edəndə, hər bir şeyin öhdəçiliyi mən edəndə, Hər şey, bütün ailənin, bəli, öhdəliklərinin hamısını sən özünə götürəndə, bəli, bu öz ailəm olsun, bu mənim yaxınım, doğma valideynlərimin belə öhdəçiliyini mən öz üzərimə götürəndə, mən bir nöqtədən sonra eyni tərzdə mən də düşünürəm ki, mən kişiyəm, yoxsa kişiləşmişəm, yoxsa bu ağırlığı çiynimdə də hiss edirəm daha. Aha, okey. Daşıya biləcəyindən artıq məsuliyyətlər götürür. Kişiləşmirsən. Daşıya biləcəyindən artıq məsuliyyətlər götürürsən. Düzdür? Bəli. Və orada sənin zərif olma, zərif də nə deməkdir? Zərif deyəndə nəyi nəzərdə tutursan? Daha rahat və özünü daha rahat, daha sakin, anda qalmaq, olduğun yerdə qalmaq, yəni və öhdəliklər çoxalanda səni andan qoparır. Bəli. Və sən o zərifliyimi itirirəm, onu deyirsən. Və bədənimi hiss etməməyə başlayıram. Okay. Kişiləşmirsən də öhdəliklərin çoxalır və orada sənin kişiləşməyi və atıb qadın olmağı yox, dəstəyə ehtiyacın var. O öhdəliklərin yarısını kimsə götürməlidir, düzdür? Bəli. Daha bərabər və düzgün bölüşdürülməlidir öhdəliklər ailə içində və ailənin bütün fərdləri özünə aid olan öhdəlikləri özü götürüb daşımalıdır. Hər kəs öz. Hər kəs, yəni bölünməlidir ailədə məsuliyyətlər mütləq. Bir insanın üstündə olmamalıdır və biz deyiriksə ki, mən kişiləşdim, mən kişi deyiləm. Burada həm də biz deyirik ki, deməli bütün məsuliyyətlər kişidə olmalıdır. O da onu daşıya bilməz. O da insan. Qadın da insandır, kişi də insandır. Yəni bu balanslaşdırılmalıdır. Bölünməlidir öhdəliklər, bölünməlidir. Və biz yorulanda dincəlməyə ehtiyacımız var. O deməkdir ki, biz kişiləşdik. Dincəlməyə ehtiyacımız var, öhdəliklərin daha düzgün bölünməsinə ehtiyac var, qarşı tərəfin ya da tərəflərin neçə nəfər ikisi ailədə onların öhdəliklərinin özlərinə götürməyə ehtiyacları var. Yəni qadın da, kişi də, yəni cinsimizdən asılı olmayaraq biz insanıq. Ona görə mən sevmirəm deyəndə qadınsan, bu cür olmalısan, kişisən, bu cür olmalısan, sənin rolun budur, sənin rolun budur. Yox, biz hər şeydən əvvəl bir insanıq və biz birlikdə, ailə qurmuşuqsa, birlikdə təyin edirik kim nəyə götürəcək. Biz rollara salanda özümüzü ki, mən qadınamsa məcburam bu qədər şeyi götürməyə, mən kişiyəmsə məcburam bu şeyləri götürməyə. Bəlkə onun içərisində belə oynamağa ehtiyac var ki, bunu mən götürüm, bunu sən götürəsən. Və qadınlar üçün niyə çox çətin olur? Çünki evin içindəki öhdəliklərin demək olar ki, hamısı qadının üzərində olur. Və bu bir insanın daşıya biləcəyindən çoxdur. Və qadın evdən kənarda işləyəndə, əmək bazarında işləyəndə həm bu işləri görür, həm evdən kənar işləyir və yorulur. Və yorulanda da deyir ki, deyəsən mən kişiləşdim, o işi atım evdə olum. Və yaxud da ev işlərini kiməsə ötürüm. Ancaq işə gedim. Ev işlərini kiməsə ötürüm deyəndə də başqa bir qadın tutum. O gəlsin, mənim ev işlərimi görsün. Amma burada artıq cütlüyün məsuliyyətlərinin daha fərqli bölünməsi lazımdır. Bu model dəyişməlidir. Bu kişiləşmək, qadınlaşmaq, bu şeylərə getmək düzgün deyil. Çünki bu özü rol biçir. Qadına rol biçir, kişiyə rol biçir. Və son illər cəmiyyətimizdə zaten bu mövzu aktualdır. Bütün dünyada bu aktualdır. Yorulubdur və yorulmasının da həqiqətən səbəbi var. Çünki həm buradakı öhdəlikləri daşıyır, həm oradakı öhdəlikləri daşıyır. Sadəcə yorulub və onun dəstəyə ehtiyacı var. Onun daha zərif bir qadın olmağa ehtiyacı yoxdur. Sən qadın kimi hiss edirsənsə özünü, qadınam deyirsənsə, sən qadınsan. Yəni bunu sənin əlindən heç kim ala bilməz. Sən çox işləyəndə də qadınsan, çox yorğun olanda da yenə həmin qadınsan. Onu səndən heç kim almayacaq. Sən 100 min dənə öhdəlik götürüb tükənəndə fiziki, emosional, mənəvi, yenə sən qadınsan. Sən tükənmiş qadınsan, amma sən qadınsan. Yorğun qadınsan, amma sən qadınsan. İşləyən, sahibkar qadınsan, amma qadınsan. Bu qadınlığı, yəni bu mövzunu bir qoyaq kənara, heç müzakirə belə etməyək. Sən qadınsan. Bu bitmişdir. Olduğun kimi qadınlığını qəbul et, qadınsan. Bu bitmişdir. Buna heç kim heç nə deyə bilməz. Amma yorğunsansa dəstəyə ehtiyacın vardır.
incə, zərif olmaqdan yox, dəstəyə ehtiyacım vardır. Yəni necə edim ki, güclü olum və həm də zərif olum? Yəni necə edim ki, yorulmayım? Budur sual. Və necə cəmiyyət etməlidir ki, qadın yorulmaz? Sadəcə mənim də məsuliyyətim deyil qadın olaraq. Cəmiyyətin də məsuliyyətidir ki, mənim üzərimə çoxlu yüklər qoyursa, davamlı məndən gözləntiləri varsa, o məni yüklüyür. Cəmiyyətin də məsuliyyətidir ki, dayansın və dəstək versin. Qadın özünü tək hiss etməsin. Tək hiss etməsin. Ailənin məsuliyyəti var. Qadının əgər ailəlidirsə, yəni evlidirsə, yoldaşının məsuliyyəti var. Ailənin öhdəliklərini götürsün, bir hissəsini öz üzərinə götürməyə başlasın. Yəni ailənin və danışdığımız ailənin modeli artıq dəyişməlidir. Çünki bu model işləmir. Ailənin içində siz danışdıqca düşünürəm ki, ailənin içində qadın da, kişi də, övlad da öz öhdəçiliyini götürməlidir. Yəni əlbəttə bir mənalı uşaqların yaşlarına uyğun artıq yaşları çoxaldıqca öhdəlikləri çoxalmalıdır. Qadının da yükü azalır, hər kəs öz rollarında olur. Həqiqətən. Yəni öncədən bu belə qoyulmalıdır da. Qadın yükü daşıyıb bir təhər olandan sonra dəstək gəlməlidir. Öncədən belə olmalıdır. Hər kəs öhdəlikləri bölüşdürməlidir. Uşaqlar da böyüdükcə onlar da müəyyən öhdəliklər götürməlidirlər. Kişi həm qadına ev işində də dəstək olmalıdır. Kişi dəstək olmalıdır deməkdənsə, kişi yaşadığı evin və ailənin öhdəliklərinin bir hissəsini götürməlidir. Yəni biz bir evdə yaşayırıqsa, bu evi birlikdə çirkləndiririk. Bu iki nəfərin çirkləndirdiyi evdir. Və biz bunu birlikdə təmizləməliyik. Bu qadının işidir. Bu əlbəttə iki nəfər bir evdə yaşayırsa və onu çirkləndirirsə, iki nəfərin çirkli paltarı çıxırsa, iki nəfər qidalanırsa, iki nəfər üçün yemək bişirsə, bu hər iki insanın öhdəliyi olmalıdır. Və bunu kişi edəndə biz deyiriksə ki, o qadına kömək etdi. Biz bu dil də artıq yavaş-yavaş dəyişməlidir də. Kişi öz ailəsində öhdəlik götürür, öz evini təmizləyir. Öz ailəsinə yemək bişirir, öz uşaqlarını böyüdür. Yəni bu dil yavaş-yavaş dəyişməlidir. Bayaq danışdığımız o ailə modeli də yavaş-yavaş dəyişməlidir ki, ailənin içi o heç kəsin yorğun düşüb tükəndiyi yer olmasın. Varmı cəmiyyətdə belə halsa, yəni 100% ki var. 100% ki var. Maraqlıdır. Nə gözəl. Onu dəstək olmaq, o ailəni var etmək, yəni elə düşünmüş iki insanın bir ailədə elə ana, atanın var olmağı həqiqətən gözəl bir şeydir ki, o gələcək övlad da onu görür. Əlbəttə ki. Həqiqətən çox. Və belə dəyişiklik yaranır da, yəni bəzi insanlar artıq normaları sorğuluyurlar. Və artıq daha sağlam bir model qurmağa başlayırlar ki, ailə belə onu bacarmaq lazımdır həqiqətən. Bu da qarşılıqlı söhbət əsnasında bir-birindən ortaq məxrəcə gələndə daha gözəl anlaşılır. Əfsanə xanım, təhsildən və azad seçimdən məhrum olan qızların gələcəkdə ana olmağı, növbəti nəslin formalaşması üçün nə məsləhət bilərdiniz? Təhsildən və azad seçimlərindən məhrum edilmiş, azad seçimdən məhrum edilmiş deməkdir ki, həm də evliliyə məcbur edilmiş və s. Qızların, Əvvəlcə təhsilə baxaq, sadəcə təhsilə baxaq ki, yəni təhsilsiz bir ana növbəti nəsli yetişdirə bilərmi? Budur sual, düzdür? Düz başa düşdüm. Gəl onda sualı biraz dəyişdirək, deyək ki, təhsilsiz valideyn. Çünki öhdəlik hər iki valideynindir uşaq yetişdirməkdə və böyütməkdə həm ananın, həm atanın. Sadəcə ananın deyil. Biz sualı belə qoyanda sadəcə anaya yenə yüklüyük və yenə həmin o yorğunluğa, tükənmişliyə sanki bir töhfə veririk ki, o davam eləsin. Onu elə burada yavaş-yavaş dəyişdirək və deyək ki, rəsmi təhsili olmayan, yəni məktəbi bitirməmiş və yaxud da ali təhsili olmayan valideyn yaxşı nəsil yetişdirə bilərmi? Sağlam övlad yetişdirə bilərmi? Əlbəttə ki, bilər. Niyə bilər? Çünki uşağın nəyə ehtiyacı var? Uşağın ehtiyacı var, görürsünlər onu, duysunlar onu. Yaxşı ki, sən gəlmisən bizim yanımıza, desinlər ona. Güvəndə hiss eləsin ki, mən özüm ola bilərəm bu insanların içində. Onlar məni məhdudlaşdırmırlar. Yəni, sevilməyə ehtiyacı var. Sevgini, sevilməyə. Uşaq hiss eləməlidir ki, onu çox sevirlər. Və çox xoşbəxtdirlər ki, o dünyaya gəlib.
Həqiqətən. Belə bir mühitdə böyüməlidir, əgər biz sağlam nəsildən danışırıqsa. Və sonra o xoşbəxtliyi daşıyacaq özü ilə, öz gələcək həyatına. Problemlər çıxanda ondan daha yaxşı çıxacaq, stres olanda o deyəcək, yaxşı ki, mən bu dünyaya gəlmişəm, bunu həll edəcəm. Aha. Belə bu duyğunu o bədənində və sinir sistemində və beynində daşıyacaq. Bunun üçün də valideynin məktəb və yaxud universitet bitirməsinə ehtiyac yoxdur. Çünki sevgini kitablardan öyrənmirik. Sevgi qəlbimizdən gəlir. Sevgini sağlam sinir sistemi verə bilir. Sevgi bədənsəl və qəlbin məhsuludur. O kitablarda olmur. Yəni sevə bilmək üçün öz qəlbimizi duya bilən biri olmalıyıq. Və bunu biz məktəbdə öyrənmirik. Heç bir kitab bunu bizə oxuya bilərik sevgi haqqında. Amma o bayaq danışırdığı başqa bir mövzuda ki, yəni gedirik, öyrənirik, oxuyuruq, amma sonra tətbiq edə bilmirik. Sevgi də həmin şeydir. Kitabda oxuya bilərik necə sevmək, amma bu yenə qəlbin və bədənin bir işidir və heçmi yoxdur ailəmizdə təhsilsiz üzvlərimiz, ailə üzvlərimiz hansılar ki, bizi seviblər. Heçmi yoxdur öncəki nəsillərdən, nənə, babalarımızdan. Əlbəttə. Və daha çox sevgini onlardan alırdıq. O isti sevgini aldığımız, çox gözəl sevgi idi, onlardan alırdıq. O yəni qucaqlandığımız, o nağıllarını eşitdiyimiz, yəni uşaq üçün bu lazımdır. Əgər valideyn təhsillidirsə, bu bir bonusdur. O uşağa kömək eləyəcək ki, özünün bu indi bilik erasıdır da, çoxlu məlumat var, çoxlu bilik var. Uşağa kömək eləyəcək ki, o məlumat çekliliyindən filtr eləsin, öz istədiyi sahəni tapmağı öyrənsin, onun yanında olsun o seçimlər elə. Bu bir bonusdur. Amma uşaq yetişdirə bilərmi təhsilsiz insan? Sevə bilirsə, əlbəttə ki, bilər. Bilər. Yəni bu sevginin heç bir kitaba, heç bir əzbərə, universitetə, ali təhsilə aidiyyəti yoxdur. Və hansı məktəbdə bizə öyrədirlər necə empatiyalı olmaq, necə qayğı göstərmək, necə düzgün sevmək, necə qarşı tərəfə yer vermək, onu necə duymaq, necə eşitmək. Bunu harda, hansı universitetdə və yaxud da əgər psixologiya oxumuruqsa, heç bir və sosiologiya oxumuruqsa, onu harda bizə, məktəbdə harda bizə öyrədirlər? Təhsili olmadan valideyn necə sevmək? Valideyn onu yetişdirə bilər, əlbəttə ki, yetişdirə bilər. Bu da tək qadının işi deyil. Bu da əlbəttə ki, yox. Və indi biz artıq ananın deyil, bu həm atanın, həm ananın, həm daha geniş ailənin, çünki uşağı bir icma böyüdür. Həqiqətən. O sadəcə iki insanın da öhdəlidir. Uşaq böyütmək çox çətindir ümumiyyətlə. Dünyanın bəlkə də ən çox zəhmət tələb edən işidir. Çox zəhmət, çox duyğu, çox enerji, çox resurs. Həqiqətən mən xatırlayıram öz uşaqlığım zamanında və indi övladlarımı böyüdürəm. Baxıram. Çünki mən uşaqlıq zamanında, uşaqlıqda daha çox gözəl, təmiz sevgi ilə böyümüşdük. Tam fərqli bir 90-cı illərin uşaqları necə böyüyürlər, tam fərqli olur. Daha saf, daha təmiz, daha babanın, nənənin sevgisi ilə böyümüşdük. Nağıllar, danışmaqlar. Həqiqətən xatırlayıram və xatırladıqca da çox gözəl, yəni biri var uşaqlığından xatırlayasan, boşluq hiss edərsən. Amma biri də var ki, mən xatırlayanda çox gözəl uşaqlığımı xatırlayıram. Sırf orada da, başrollarda da nənə, babanı xatırlayıram. Həqiqətən onların çox gözəl saf sevgisi ilə böyümüşəm. O şərtsiz sevgidə, hardakı yoxdur şərtlər. Sən bu cür uşaq olmalısan ki, mən səni sevim. Sən yaxşı oxumalısan ki, sən özünü, bu yox, şərtsiz. Həqiqətən. Şərtsiz, qınaqsız, mən sadəcə buradayam. Yaxşı ki, sən gəlmisən bu dünyaya. Bu sevgiyə uşaqların ehtiyacı var. Bu deməkdir ki, sərhədlər qoymamalıyıq, heç nə öyrətməməliyik, yox deməməliyik. O yoxu belə sevgi ilə deyəndə uşaq daha tez. Həqiqətən elədir. Sığalla. Hə, əlbəttə ki. Biri var, yox, olmaz. O olmazı izah eləmək. Uşağın etdiyi yanlış davranışda onu cəzalandırmaq yerinə duymaq ki, hansı ehtiyacından uşaq belə bir davranış etdi. Və necə o uşaqla birlikdə duyaq və bunu düzəldək ki, bunu eşidək, hiss edək. Bu bir də baş verməsin. Həqiqətən onunla dinləmək, birinci dinləmək lazımdır. O şahidlik bayaq danışırdıq. Uşaqların da o şahidliyə ehtiyacı var. Və təhsil sistemlərinin, bu universal təhsil sistemlərinin olmadığı zamanlarda bir neçə 100 il öncə böyümürdümü uşaqlar?
Daha təmiz, daha saf, daha sevgi. Yox, demək olmaz ki, daha saf idilər. Əlbəttə ki, yəni onu biz orada deyil idik. Əlbəttə ki, o hər dövrün özünün yaraları, travmaları var. Demək deyil ki, yəni keçmişi də romantikləşdirmək olmaz ki, hər şey orada çox gözəl idi, indi hər şey pisdir. Əlbəttə ki, çox ağır dövrlərdən insanlıq hər zaman keçir. Həqiqətən. Amma sevmək üçün tənzimlənmiş sinir sisteminə ehtiyac var. Empatiya bacarığına ehtiyac var. Özünü sevə bilməyə və o sevgini sonra ötürə bilməyə. Başqasını olduğu kimi qəbul etməyə, amma daha öncə özünü olduğu kimi qəbul etməyi öyrənmisən ki, uşaq da gələndə uşaq tamam başqa olacaq sənin kimi. Uşaqlar bizim deyil, özlərininndirlər. Və uşaq gələndə fərqli gəlir. Özümüzə oxşatmağa çalışmamaq, onları olduğu kimi sevmək. Və uşaqlar həmişə yeni nəsil, öncəki nəsildən fərqli gəlir. Həqiqətən. Öncəki nəslin etdiyi nəyəsə siz düz eləmirdiniz deməyə gəlir. Həqiqətən. Qəbul etməməyə gəlir və bu həyatın bir intellektidir. İnsanlıq bu cür inkişaf eləyir. Növbəti nəsil gəldir, yox belə yox, indi başqa cür yoxlayacağam, başqa cür bir şeylər yaradacağam və bu cür insanlıq dəyişir, yeni şeylərin fərqinə varır, yeni şeylər yaradır. Buna icazə verərək, onların o ruhunun o işığına icazə verməyimiz üçün o sevməyi bacarmağımız lazımdır. Və belə olanda da həmin valideynlər uşaqlarına o saf sevgini verəndə də bu təhsillə də bağlı deyil. Saf sevgini verəndə və uşaq da saf sevginə böyüyən uşaq da böyüyür və nəsildən nəslə həmin sevginə davam edir. Əfsanə xanım, kollektiv travmaların sağalması üçün nəyə ehtiyac var? Biz o travmaları buraxmalıyıq, yoxsa qəbullanıb qucaqlamalıyıq, sevgi verməliyik? Yaxşı sualdır. Ümumiyyətlə travma dediyimiz o bayaq danışdıqda o necə yaranır, o insan qopur özündən, orada dərin bir ehtiyac var sevgiyə və sevgiyə ehtiyacı olan bir hissəni necə buraxa bilərsən və buraxarsan nə baş verər? Necə təsəvvür edirsən? Sevgiyə çox ehtiyacı olan bir yaralı bir hissə və onu buraxmağı deyirsən. O sağalarmı? Məncə yox. O sağalmaz. Onun qucaqlanmağa, görülməyə və şahidliyə ehtiyacı var. Ki o ağrı mütləq görülməlidir və mütləq yenə gəlirik sevgi və mərhəmət və özünə mərhəmət və o yaşadığımız prosesə mərhəmət, o dövrə mərhəmət etmək və öncəki nəsillərdən ötürülübsə o nəsillərin yaşadıqlarına mərhəmət və qayğı və sevgi. Ona ehtiyac varmı ki, keçmək, həmin o zaman şəfa tapmaq üçün, özümüzü şəfalandırmaq üçün növbəti nəslə keçməyə, yəni o etaba keçməyə ehtiyac varmı? Növbəti yoxsa öncəki? Öncəkidə. Yəni bu prosesdə onsuz da açılır. Hər kəsin prosesi individualdır, prosesdə açılacaq ki, bu sizin öz həyatınıza aid olan bir travmaydı, yoxsa öncədən gəlmiş bir travmaydı. Amma gəlibsə belə artıq sizindir. Yəni bu onlarındır və orada qalmalıydı, niyə məndədir, yox. Ötürülübsə, bu özü bir bəşəri, bədənsəl bir intellektdir. Ötürülür ki, sağalsın. Ötürülür ki, sağalsın. O baş vermiş heç bir qeyri-sağlam proses, disfunksiya, hansısa zorakılıq, o itə bilməz. O enerji itmir. O enerji mütləq görülmək və sağalmaq istəyir və hər bir travmanın altında da bir müdriklik yatır. Ki biz etməliyik ki, onu görüb çıxartmalıyıq ki, aha, başqa cür etməliyəm artıq. Burada bu norma dəyişməlidir. Burada bu davranış dəyişməlidir. O müdrikliyi çıxarmağımız üçün həm də bu belə bir prosesdir ki, ötürülür ki, resursu olan nəsil nəhayət ki, görsün, ensin o ağrının dibinə, oradan o müdrikliyi çıxartsın və daha yaxşı bir dünyanı qura bilsin. Bunu edənlər varmı? Yəni əlbəttə ki, bu həmişə belə olub. Onsuz da insanlıq minillərlə travma alır, ondan sağalır, yeni bir şeylər öyrənir, ki, şəfalanmaq üçün. İstəkdən çox resursun olmalıdır. Sən bugünkü nəsil olaraq bunu dəyişdirməyi və buna fərqinə varmağı və onu sağaltmağı bacarırsansa, amma səndən öncəki bacarmamışdısa, bu ona görə deyil ki, o istəmədi, amma sən istədin. Bu ona görədir ki, indi səndə resurs var. İndi bu mümkündür. İndiki dünyada daha stabil və sakitçilik var nisbətən öncəki dünyaya və sən artıq, sənin bədənin artıq daha güvəndə və daha resursludur.
Və deməli sən bunu edə bilirsən. Bu o istək məsələsi də bəzən deyilir, sadəcə istə olsun. Ona görə həyatın dəyişmir, çünki istəmirsən. Bu istək sözü düzgün söz deyil. Orada bir çox proseslər gedir travmalı olanda insanın bədəni ki, istəyə bilmirsən. O qədər bastırılmısan. O qədər utanırsan bəzən öz duyğularından. O qədər o yükü daşımağa alışmısan ki, istəyə bilmirsən. O istəmək özü bir resurs tələb eləyir. Ki, dəyişməyi istəmək, xoşbəxt olmağı istəmək, sevinc hiss etməyi istəmək bu özü bir yeni bir resursdur. Bunu da yavaş-yavaş sağaldıqca açırsan. Nə gözəl, həqiqətən. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun dəvət etdiyiniz üçün. Bu günlərim deməyim şəfalandım, amma özüm üçün çox gözəl nələrsə öyrəndim, nələrsə çox aydınlandım, çox duyğulandım. Həqiqətən öz uşaqlığıma da endim. Sizə çox təşəkkür edirəm, qucaqlayıram. Bizi qırmadığınıza görə, bugün burada olduğunuza görə. Bugün növbəti podkastımızın yekununa gəldik. Təşəkkür edirəm bizi izlədiyinizə görə. Sağ olun.